Yanvarın 5-i Saray qəsəbəsində ana və oğul dəm qazından zəhərlənib. Doğru xəbər Azərbaycan Modern Aza istinadən xəbər verir ki, Saraydakı Axundov adlı 3 saylı məktəbin şagirdi Dadaşzadə Tahir Tamerlanoğlunun həyatını xilas etmək mümkün olmayıb. Anasının isə vəziyyətinin hazırda ağır olduğu və övladının ölümündən xəbərsiz olduğu qeyd olunub. Qusarda da 3 nəfər dəm qazından zəhərlənib. Ötən gün saat 01 radələrində 1962-ci il təvəllüdlü Riman Əli Sultanov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Əli Sultanov yaşadıkları Ənik kəndindəki evdə dəm qazından zəhərləniblər. Əli Sultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilmiş Qasımovanın və nəvənin vəziyyətləri orta ağırdır. Araşdırma aparılır. Qusar rayon mərkəzi xəstəxanasından bildirildi ki, ötən gün saat 00:50 radələrində dəm qazına zəhərlənmə şübhəsi ilə 2 nəfər Qusar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə gətirilib. Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabildir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxs yaxınlarının istəyi ilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Qeyd edək ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü kişi həkimə qədər ölübdür. Lənkəranın Separadi kəndində isə 2 qadın dəm qazından zəhərlənib. Belə ki, kənd sakinləri 1958-ci il təvəllüdlü Firayə Əliyeva və 1972-ci il təvəllüdlü Rəna Kərimova bacıları vanna otağında huşsuz vəziyyətdə tapılıblar. Hər iki şəxs ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib. Yaxınlarının məlumatına görə vanna otağında odun sobası və üzərində buxar verən daşlar olub. İlkin ehtimala görə qapalı məkanda yaranan buxar və tüstü dəm qazının toplanmasına səbəb olub. Faktla bağlı araşdırma aparılır.